Salam olsun əziz və böyük Türk millətim. Salam olsun Mustafa bəy sizə. Salam olsun MKTV izləyicilərimizə. Demək, son gəlişmələr Amerika Birləşmiş Dövlətlərinin Suriyada əskər çəkməyi və İsrailin bu günə kimi Suriyada oynadığı kirli oyunlar Türkiyəmizə qarşı. Türkiyənin hərbi üslərinin qurulmasına heç cürə razı olmamağın əsas şərtlərindən biri də Ankaranın Katar qazının Suriya üzərindən Türkiyə və Türkiyə üzərindən Avropa satışının qabağını almaq məqsədidir. Çünki son gəlişmələrdə bu Türk dövlətlərində baş verən hadisələr Türk Dövlətləri Təşkilatında və Güney Rum Kipris kəsimində fəaliyyətlər, İsrailin də, Amerikanın da, Yunanların da orada hərbi tətbiqat keçməkləri və Türkiyəmizdə dəvət etməməkləri, Rum kəsiminin tanıtılması əsas İsrailin proyektlərindən biridir. Çünki İsrail Katar qazını Güney Rum Kipris üzərindən İsrail hava limanına daşıdıraraq oradan da Avropaya özü satmaq istəyirdi. Bunlar nəyin bahasına olursa olsun bu kirli oyunlar ki, Türkiyəmiz Suriyada söz sahibi olmasın və hərbi üsləri olmasın. Katar qazının Suriya üzərindən Türkiyə və Türkiyədən Avropaya satışıdır. Bu da Türkiyəmizin əsas prioritet məsələlərindən biridir. Türkiyə nəyin bahasına olursa olsun var gücü ilə çalışaraq və Culani kabinetini bu qədər dəstəkləməklə, bu qədər ona dəstək verməklə, formalaşdırmaqla hərbi üsləri qurmalı, həm hava savunma üslərini, həm qara hərəkəti üslərini qurmalı və bu yolun proyektini mütləq əldə saxlamalıdır. Bu həyati bir məsələdir Türkiyəmiz üçün. Suriyanı kontrol edən Ağdənizi kontrol edəcəkdir. Hər yeri kontrol edəcək o bölgədə, Orta Doğuda. Bunun da arxasınca İraq, Kərkük və Musul bölgəsində petrol yataqlarının Türkiyəmiz vasitəsilə, Türkiyə buna hər cür yol taparaq, Amerika ilə danışaraq petrolun Ceyhan kəmərindən axmasını mütləq saxlamalıdır. Əgər İraq petrolunun, Kərkük, Musulda olan İraq petrolunun Ceyhan kəmərindən axıdılırsa və o borudan Türkiyəmiz pay götürərək Kərkük və Musulda olan türkmənlərimizin də bəkasıdır bu. Suriyadan da keçən qaz kəmərinin qorunması və payımızı götürməsi də Suriyada olan türkmənlərimizin bəkasıdır. Buna da qarşı həm İsrail, həm PKK, YPG dediyimiz bunlar kirli oyunlar oynaya bilər. Ancaq Türkiyə bütün var gücündən bu işlərə çalışmalıdır. Bütün gücünü buna salmalıdır. O ki qaldı, buradan bir söz də deyim. Türk Dövlətlər Təşkilatından xəbərlər olmayanlar, bilməyənlər yazırlar, eləyirlər, hamı Turançı çıxıb. Bunlar boş-boş şeylərdir. Ay Turan dağıldı. Turan var, hələ bundan da güclü olacaqdır. Sadəcə olaraq bəzi adamlar var orada ki, onlara verilən görəvi apara bilmirlər. Ağsaqqallar Şurası, baş katibi zat. Onları da fəs edərik. Əsl Türk məfkurəsində olan insanlarımız bu işləri aparacaq. Daha da güclü olacaq. Turan heç vaxt dağılmayıb. Hələ bundan əlavə daha da güclü olacaqdır. Mən bu sözümün də arxasında dururam, altında net olaraq çiziram. Tanrı böyük Türk millətini qorusun və ucaltsın. Nə mutlu Türküm deyənə.